Bir hatırlıyorsan, Türkiye'nin başkanı Erdoğan. Yani o bize, bizim o hakkında mövqeyimiz edildi. Bizim mövqeyimiz müsəlmandır. Allah kömək olsun. Müəyyən, yəni əvvəlkilərə baxanda yaxşıdır. Əvvəlkilərə baxanda məsələn yaxşıdır. Adam əlhamdülillah ibadətindədir. Çıxışları var. Bu seçkilər vaxtı onun bir dənə çıxış oldu, uşaqlar göndərdilər mənə Quran barədə. Fikirləri sağlamdır, aydındır, müəyyən fikirləri var. Əlhamdülillah. Yəni, hal-hazırda baxanda belə ölkələrə, yəni, əlhamdülillah ki, çoxusu bu var. Yəni, salamatdır biraz, əlhamdülillah. Düz deyə, başqa cəhətləri var, mən demirəm. Amma olanların içində belə müəyyən addımlar da atıb, dinə cəhətdə müəyyən addımlar atıb, dəyişikliklər var. Müəyyən çox addımlar. Çox çətin millətlər. Onların üçün o baş çıxarmasına işləmdir. Böyük şeylər edib yəni. Məsələn, siyasi cəhətdən yaxşıdır bizim üçün. Müəyyən qədər. Hərdən, məsələn, xristiyanlar da görsən, siyasi cəhətdən bizə sərfiliyi bilir. Hərdən görsən, sahabələr, müsəlmanlar hətta, görsən, hansısa xristiyan ölkəsi, kafir ölkəsində, müşriklərlə döyüşəndə xristiyanlar tərəfini saxlayırlar. O, baxırsan da, müsəlmanlar özlərində siyasətdə var, maraqlar var. Bizim qardaşdan biri Sultanahmet Camii var, İstanbul'da. Orada görüb, cümədən çıxıb görüb ki, şey keçir, Erdoğan. Desin ki, atıb özün qavarına, belə. Deyib, o şimdi Azəriyə bir dənə xahişim var, gəldim. Deyib, bir səbəb keçistləri belə bağlayacaq. Hava asılıdır. Deyib, narahat olma. Asılacaq qərəb çox artıq olursan. Neysə, o belə uşaqlar. İnşallah xeyr. Yəni, özünüz bilirsiniz ki, vəziyyət belədir. Xeyr, inşallah.